sensuranın ləğv tam söz azadlığı, konstitusiya ilə təsbit olunmuş söz azadlığı, mətbuat azadlığını tamamilə təmin etdi. Milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır. Bugün media sahəsində çalışan hər bir insan üçün çox əlamətdar və qürur verici bir gündür. Çünki qələminə, sözünə, həqiqətə və ədalət prinsipinə sadiq qalan insanlar üçün 22 iyul Milli Mətbuat Günü xüsusi məna daşıyır. Əslində isə peşəsinə vicdanla yanaşan media nümayəndələri üçün xidmət yalnız bir gün deyil. İlin 365 günü, günün 24 saatı cəmiyyətə doğru informasiya çatdırmaq, həqiqətin keşiyində dayanmaq onların əsas missiyasıdır. Amma məhz bu gün Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuatımızın bayramı, hər bir qələm sahibinin əməyinə verilən dəyərin rəmzidir. Bugün media sahəsində fəaliyyət göstərən insanların jurnalistika təhsili alıb-almaması önəmli deyil. Əsas olan vətənə, dövlətə və xalqa vicdanla xidmət etməkdir. Bugün jurnalistika fakültəsini bitirmədən də cəmiyyət üçün böyük işlər görən insanlar var. Mənim də media fəaliyyətim jurnalistika fakültəsindən deyil, vətənə və dövlətə olan sevgidən başladı. 6 il əvvəl pandemiya dövründə bu yola qədəm qoyduq. Yol hadisələrindən başlayaraq 44 günlük vətən müharibəsi dövründə və sonraki illərdə şəhidlərimiz, qazilərimiz, qəhrəmanlarımız və dövlətimizə ləyaqətlə xidmət edən insanlar haqqında yüzlərlə video sujet və video çarxı hazırladıq. Biz bu işi heç vaxt hansısa şəxsi maraq və ya maddi qazanc üçün etmədik. Yeganə amalımız vətən sağ olsun düşüncəsi idi. Ömrümüzün sonunda vətənə xidmət yolunda bizim də kiçik bir əməyimiz, bir izimiz qalsın istədik. Hesab edirəm ki, bu 6 il ərzində həqiqətə, xəbərin doğruluğuna, obyektivliyə və ədalət prinsipinə sadiq qalaraq bu şərəfli yolu davam etdirmişik. Bu münasibətlə qələminə, sözünə, vicdanına və peşə etikasına sadiq qalan bütün media nümayəndələrini ürəkdən təbrik edirəm. Xüsusilə də bu yolda mənimlə çiyin-çiyinə çalışan komandama və dəyərli həmkarlarıma minnətdarlığımı bildirirəm. Onlar heç vaxt maddiyyəti ön plana çəkmədilər. Hamımızın bir amalı vardı: vətənə xidmət etmək, şəhidlərimizin əziz xatirəsini yaşatmaq, qazilərimizə və onların ailələrinə mənəvi dəstək olmaq. Nə xoş bizə ki, bu yolu şərəf, ləyaqət və vicdanla keçmişik. İnanıram ki, bundan sonra da eyni əzmlə fəaliyyətimizi davam etdirəcəyik. Bir daha bütün media nümayəndələrini, jurnalistləri və qələm sahiblərini 22 iyul Milli Mətbuat Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram. Qələminiz iti, sözünüz kəsərli, vicdanınız isə hər zaman həqiqətin yanında olsun. Ramil Əliyev, Öndər TV YouTube kanalının təsisçisi.